İclasın əvvəlində hakim Zeynal Ağayev bildirdi ki, bir qrup zərər çəkən məhkəməyə müraciət ünvanlayaraq üzürlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və elan olunmasını xahiş ediblər. Tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etmədilər. Bundan sonra məhkəmə müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi əlavə sübutların tədqiqi ilə davam etdirildi. İclasda nümayiş və tədqiq olunan əlavə sübutlardan birini təqsirləndirilən David İşxanyan və onun müdafiəçisi Akşin Məmmədli təqdim etmişdi. Video material 2020-ci ilin avqustunda Tovuz hadisələrindən sonra Sərdarabadda keçirilən hərbiçilərin mükafatlandırılması zamanı lentə alınıb. Həmin videoda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin tarixində ilk dəfə olaraq silahlı qüvvələrin xidmət edən 55 hərbi qulluqçusunun döyüş xaçı ordeninin ikinci, 16 hərbi qulluqçusunun isə birinci dərəcəsi ilə təltif olunduğunu deyir. Nikol Paşinyan təltif olunanların hamısının Tovuz döyüşlərinin iştirakçısı olduğunu bildirir. Çıxışında bu hadisəni Qarabağ məsələsinin hərbi həllinin olmadığının sübutu kimi dəyərləndirir. Nümayiş etdirilən video ilə bağlı təqsirləndirilən Arayik Harutyunyan, dövlət ittihamçısı Vüsal Abdullayevin kadrlardan da göründü ki, tədbirdə iştirak edənlərdən biri sizsiniz. Həmin tədbirə hansı məqsədlə və hansı statusda dəvət olunmuşdunuz sualına cavabda bildirdi ki, qondarma qurumun dırnaqarası prezidenti kimi dəvət alıb. Əlavə etdi ki, yalnız buna deyil, Ermənistanda keçirilən bütün rəsmi tədbirlərə qondarma qurumun nümayəndələri dəvət olunurdu. O özünün də bu tədbirə həmin qaydada dəvət olunduğunu və iştirak etdiyini söylədi. Dövlət ittihamçısının göründüyü kimi həmin tədbirdə 2020-ci ilin iyul hadisələrində iştirak etmiş hərbi qulluqçular təltif edilib. Siz isə məhkəmədə və ibtidai istintaqda ifadələrinizdə bildiribsiniz ki, iyul hadisələrinin qondarma qurumla heç bir əlaqəsi olmayıb. Belə olan halda həmin tədbirdə iştirak etməyinizin məqsədi və səbəbi nə idi sualından yayınan Arayik Harutyunyan, mənim o tədbirdə iştirakım o demək deyil ki, biz Tovuz əməliyyatlarında iştirak etmişik, deyə cavab verdi. Arayik Harutyunyan 2020-ci ildə Ermənistan və Qondarma Qurumun Birgə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi ilə bağlı bildirdi ki, həmin toplantı Tovuz hadisələri ərəfəsində iyunun 19-unda baş tutub. İclasda əsasən Ermənistanın təhlükəsizlik məsələləri, bölgədə yaranmış gərginliklə bağlı məsələlər müzakirə olunub. Ermənistanın gözlənilən hərbi əməliyyatlarına hazırlığı, ordunun vəziyyəti və ehtimal olunan hərbi ssenarilər barədə fikir mübadiləsi aparılıb. Sonra təqsirləndirilən Lyovo Mnatsakanyanın vəsatəti ilə onun 2017-ci il iyulun 29-da Şuşada Cıdır düzündə erməni jurnalistə verdiyi müsahibəsindən bir hissə təkrar tədqiq olundu. O, həmin müsahibədə Azərbaycana verdikləri canlı qüvvə etkisi ilə bağlı səsləndirdiyi rəqəmin doğru tərcümə edilmədiyini iddia etdi. Bundan sonra Lyovo Mnatsakanyanın müsahibəsindəki həmin hissə təkrar nümayiş olundu. Orada Lyovo Mnatsakanyan jurnalistin sualına cavabda aydın şəkildə Yaşma briqadasının 400-ə yaxın itkisi var deyə bildirir. Təqsirləndirilən videoya təkrarən baxsa da, yenidən belə söz demədiyini iddia etdi. Təqsirləndirilən Bako Sahakyanın vəkili Nigar Mirbabayevanın məhkəməyə təqdim etdiyi sənədlərdən biri Qondarma Qurumun dırnaqarası rəhbərləri olmuş Arkadi Qukasyan və Bako Sahakyanın 2-ci Qarabağ müharibəsi zamanı fəaliyyətlərinə dair internet resurslarında dərc olunan fikirlərindən ibarət material idi. Orada Bako Sahakyan müharibə başlayandan sonra Qondarma Qurumun dırnaqarası rəhbəri Arayik Harutyunyanla daim ünsiyyətdə olduğunu, müharibənin dayandırılması və danışıqların başlaması üçün müzakirələr apardıqlarını deyir. Bundan sonra təqsirləndirilən David İşxanyan məhkəməyə müraciət edərək daha bir sübut təqdim etmək istədiyini və bununla bağlı ona vəkili ilə konfidensial görüşmək üçün şərait yaradılmasını xahiş etdi. Hakim Zeynal Ağayev fasilədə onlara şərait yaradılacağını dedi. İclasda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərdiyi məktubu elan olundu. Məktubda göstərilir ki, komissiyada toplanmış məlumatlara əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1-ci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan və onun işğal etdiyi ərazilərdə yerləşən saxlanma yerlərində 1992-1996-cı illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən baş çəkilib. Sonradan həmin 54 nəfərdən 17-sinin meyti qaytarılsa da, 37 nəfər Ermənistan hərbçiləri tərəfindən zorakı şəkildə yoxa çıxarılıb. 37 nəfərdən 4-ünün sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib. 33 nəfərin isə saxlama yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb.
Qeydlərlə bağlı tərtib edilmiş məlumat da məhkəmədə elan olundu. Həmin məlumatda 1994-cü il yanvarın 29-da 8 nəfər azərbaycanlı əsir və girovun öldürüldüyü qeyd olunur. Bununla bağlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən Bako Sahakyanın ifadələrində vaxtilə əsir və girovlarla əlaqədar məsələlərlə məşğul olduğunu xatırlatdı. Təqsirləndirilənə "Sizin bu barədə məlumatınız varmı?" sualına cavabda Bako Sahakyan sənəddə göstərilənlərlə bağlı məlumatının olmadığını iddia etdi. Bundan sonra Tuqay Rəhimli beynəlxalq təşkilatın hesabatının bir hissəsinin tədqiqini xahiş etdi. Sənəddə göstərilir ki, 1994-cü ildə Ermənistanda İrəvanda ölən 8 əsirlə bağlı hadisə xüsusilə dəhşətli olub. Məqalənin yazıldığı zaman onların ölüm səbəbi müəmmalı qalıb. Daha sonra İclas cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış bir qrup şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmədə elan olunması ilə davam etdirildi. Zərərçəkmiş Təvəkkül İsmailov ifadəsində göstərib ki, 1992-ci il iyunun 23-də Ağdərədə Elman adlı əskərlə birlikdə yaralı vəziyyətdə əsir götürülüb. Onları Xankəndi Daxili İşlər Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında 3 gün ac-susuz saxlayıblar. Sonra Ermənistana aparıb və bir evin zirzəmisinə salıblar. 4 ay orada saxlandıqdan sonra 1993-cü ilin fevralında İrəvanda əsirlərin saxlandığı cəza çəkmə müəssisəsinə göndəriblər. Digər azərbaycanlı əsir və girovlarla birlikdə saxlanılıblar. Zərərçəkən ifadəsində göstərib ki, əsir götürülərkən Ermənistan hərbçiləri onlara dəhşətli işgəncələr veriblər. Mütəmadi olaraq yumruq təpik, avtomat silahın qundağı və müxtəlif küt əşyalarla döyülüblər. Onları uzun müddət beton üstündə soyuq yerdə saxlayıblar. Zərərçəkən ifadəsində qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qaldığını deyib. Bildirib ki, onlara tez-tez sizin kökünüzü kəsəcəyik və buralardan qovacağıq deyiblər. Zərərçəkmiş Mail Məmmədov isə 1992-ci il oktyabrın 21-də Ağdərənin Sırxavənd kəndində gedən döyüşlər zamanı ağır yaralanaraq əsir götürülüb. Ona işgəncə verib döyüblər. Sonra Xankəndiyə aparılıb. Orada da işgəncələrə məruz qalıb. Xankəndidə saxlandığı 3 ay müddətində mütəmadi olaraq Ermənistan hərbçiləri Polkovnik Basensi Azoyan, Podpolkovnik Artur Simanyan və Sergey Abramyan onu sorğu-sual edərək yumruq, təpik, rezin dəyənək, taxta parçaları ilə bədəninin müxtəlif nahiyələrindən vurub, döyərək işgəncələr verib. Zərərçəkmiş Nuriyyət Məmmədov isə Xocalı soyqırımı zamanı zərər çəkib. Bildirib ki, 1992-ci il fevralın 25-də Ermənistan silahlı birləşmələri Sovet ordusuna məxsus 366-cı motatıcı alayla birlikdə Xocalıya hücum edəndə həyat yoldaşı Sevil Əhmədova, övladları Namiq Məmmədov və Aygün Məmmədova, həmçinin çoxsaylı Xocalı sakinləri ilə birlikdə Ağdam rayonu istiqamətində Kətik meşəsinə sığınıblar. Gecəni səhərədək meşədə piyada yol gediblər. Fevralın 26-sında Naxçıvanlı kəndinə gedən yolun kənarındakı qayalıqda Ermənistan hərbçiləri onları atəşə tutub. Nəticədə Xocalı sakinləri pərən-pərən düşərək meşəyə qaçıb. Meşədə Ermənistan hərbçilərinin atəş açaraq qətlə yetirdiyi qadın, uşaq və qocalardan ibarət çoxsaylı Xocalı sakininin meyitlərini görüb. Zərərçəkən həmin gün girov götürülərək vəhşicəsinə döyüldüyünü deyib. Zərərçəkmiş Məlahət Əliyeva isə Xocalı işğal olunanda həyat yoldaşı Tapdıq Çobanov və azyaşlı qızı nəzakəti itirib. Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində onların hər ikisi öldürülüb. Özü isə ayağından yaralanıb. Həmin dəhşətli mənzərəni təsvir edən zərərçəkən deyib ki, yol qarlı olduğundan çətinliklə hərəkət ediblər. Qadın və uşaqların qışqırıq, ağlaşma səsindən qulaqları tutulub. Ermənilər hərbi maşınları dağın başına sürərək oradan camaata atəş açıb. Qan su kimi axıb. Ətraf qadınların, uşaqların, qocaların meyitləri ilə dolu olub. Zərərçəkən o gecə çoxsaylı qohumlarının da qətlə yetirildiyini və yaralandığını deyib. Zərərçəkmiş Xatirə Orucovanın isə Xocalı soyqırımı baş verəndə 9 yaşı olub. Ermənistan hərbçiləri atəş açaraq onun atasını, anasını və azyaşlı bacısını qətlə yetiriblər. Onun özünə isə hər iki qolundan güllə dəyib. Məhkəmə prosesi oktyabrın 31-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Ana Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi,
mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözgedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.